Qardaşım, mənim narkotiklə bağlı ən təsirli mənim anım atamın rəhmətə getmək olub. Atamın nəşi qalıb ortada, məncə öz malımı fikirləşirəm, mal tapmağı fikirləşirəm. Günlərin bir günü idi, Lomkada bütün yaşadığım ünvanın hər yeri narkotik tapmaq üçün əlləşib vuruşurdum qardaşım. Sadəcə olaraq bütün hər yer bağlanmışdı, heç nə tapa bilmədim. Gəldim evə bəs evdən dedilər ki, mən atan rəhmətə gedib. Lomkada olduğum vaxtda ancaq istifadəni fikirləşirdim. Mən yəni bu söz elə də böyük bir təsir eləmədi, elə bir təsir bağışlamadı qardaş. Atamın meyidi evin ortasına uzandırıblar yerə qardaşım. Amma yəni həmin an mən ancaq mal fikirləşirdim, istifadə fikirləşirdim. Mənə gəlib deyirdilər ki, atan qalıb ortada. Yəni dur bir bunu belə meçdə aparaq, yumağa kömək elə, oğulsan, sən oğul kimi sənin üzərində düşən vəzifələr var, bunları yerinə yetirməlisən. Belə mən isə bunların heç birinə məhəl qoymurdum. Mən ancaq öz istifadəmi və mal axtarışındaydım. O dosta zəng eləyirdim ki, əlim mala çatır. Bu dosta zəng eləyirdim, əlim mala çatır. Sadəcə olaraq bunu mən günü bugün, 2 gün, yəni bir neçə nəfər yığmışdım, mal üçün cavab gözləyirdim. Meyit də qalmışdı ortalıqda, yaxın dura bilmirdim meydən. Yəni heç nə olmamış kimi çox biganə yanaşaraq getdim, malı götürdüm və getdim bir yer vardı, orada istifadə elədim. Belə deyəm ki, mənə həqiqətən də yəni rahatçılıq gəldi. Mən gəldim, qəbristanlığa gördüm ki, atamı dəfn ediblər, hər şey keçib. Mən yəni istifadə, mala görə, Lomkanın təsirində olduğuna görə neçə illik atamın üzərinə bir torpaq da tökə bilmədim, bir lapatka torpaq da tökə bilmədim. Yəni bunları mənə vadar edən şeylər hamısı narkotik olur və hələ də mənim anamın bir sözü var. Yəni gün bugünkü gün hələ də o mənim qulağımdan getmir o səsi. Yəni onu necə ahnalı ilə demişdisə ki, yəni kaş o atamın yatdığı torpağın altında, kaş o yatdığı tabutun içində sən olardın.